لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Peyğəmbərə sallallahu aleyhi və səlləm salavat gətirməyin fəziləti nədir? Və sizdən Peyğəmbər sallallahu aleyhi və səlləm üçün ən fəzilətli və ən gözəl salavat formalarını bəyan etmənizi istəyirəm. Peyğəmbərə sallallahu aleyhi və səlləmə salavat və salam gətirməyə gəlincə, onun adı çəkildikdə salavat gətirmək vacibdir. Hədisdə buyurulur, yanında adım çəkilib də mənə salavat gətirməyən kimsənin burnu yerlə sürünsün, yəni ziyana uğrasın. Cəbrail əleyhissalam Peyğəmbərə sallallahu aleyhi və səlləmə belə demişdir, yanında adım çəkilib də sənə salavat gətirməyən kimsənin burnu yerlə sürünsün. Odur ki, Peyğəmbərin adı çəkildikdə ona salavat gətirilməlidir. Həmçinin namazda, birinci təşəhhüddə salavat gətirmək namazın vaciblərindən, son təşəhhüddə isə namazın rükünlərindəndir. Salavatın formasına gəldikdə isə zikr edildiyi kimidir. İbn Məsud, Allah ondan razı olsun, Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət edir ki, o belə demişdir. Sənə necə salam verəcəyimizi bildik, bəs sənə necə salavat gətirək? Peyğəmbər buyurdu, belə deyin, Allahım, Məhəmmədə və Məhəmmədin ailəsinə salavat göndər. Necə ki, İbrahimə və İbrahimin ailəsinə salavat göndərmisən. Həqiqətən sən tərifə layiqsən və böyük kərəm sahibisən. Məhəmmədə və Məhəmmədin ailəsinə bərəkət ver. Necə ki, aləmlər içində İbrahimin ailəsinə bərəkət vermisən. Həqiqətən sən tərifə layiqsən və böyük kərəm sahibisən. Bəli.